Dünən günorta saatlarında Marneuli Bələdiyyəsinin Qızıl Hacılı 2 saylı ictimai məktəbin müəllimi Gülyaz Məmmədovanın evi qarət olunub. Naməlum şəxs evdə kimsənin olmamasından istifadə edərək pəncərədən daxil olub. Tənha yaşayan müəllimin 7000 lari dəyərində qızıl zinət əşyaları və 500 lari pulu oğurlanıb. Bax, buradan təxminən 7000 dəyərində pul və qızıl aparıblar sürmənin içindən. Dünən saatlarla hadisə yerində kriminal polis və ekspertiza istintaq tədbirləri görüb. Gülyaz Məmmədova cinayəti törədənlərin saxlanılmasını tələb edir və hadisənin təfərrüatlarından danışıb. Günorta işdən gəldim ki, qapım açıqdır. Öz-özümə fikirləşdim ki, mən qapıyı kilitləyib getmişəm, nə üçün açıqdır? Elə o dəqiqə ürəyimə damdı ki, kimsə girib öyə, oğru girib yəqin. Elə içəri girdim, birinci sürmələrə baxdım, tökübdülər, açıq hər yer. Açdım, baxdım, yoxdur, biraz qızılım var idi, onu götürüblər. 500 lari pulum var idi, bir də onu götürüb aparıblar. Daha bilmədim, qapı açıq, haradan giriblər, bilənmədim. Sonra polislər gəldi, yoxladılar, polisə zəng elədim. Gəldilər, baxdılar, dedilər, pəncərədən giriblər, qapıdan da çıxıblar. Polis də məni çağırdılar, sonra getdim, orada danışıq apardım. Ondan sonra da gəldilər, ölçdülər, biçdilər, hər yeri yoxladılar, izlərini, nə bileyim, əl izlərini götürdülər, itgətdilər. Yoxladılar hər tərəfli. Dedilər, taparıq. Tələbim odur ki, istəyirəm ki, tapsınlar oğruyu. Daxili İşlər Nazirliyindən Aktualca xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı İstintaq Cinayət Məcəlləsinin oğurluq nəzərdə tutan 177-ci maddəsi ilə istintaq başlayıb. Aktualca xəbər portalı qarət olunmuş evin ətrafındakı təhlükəsizlik kameralarının görüntülərini əldə edib. Görüntülərə əsasən əvvəlcə qara geyimli naməlum şəxs evin yaxınlığındakı həyətə boylanır. Lakin budaqların yarpaqları onun üzünün görünməsinə mane olur. Quldur ətrafın təhlükəsiz olduğunu gördükdən sonra evə daxil olur və oğurluğunu etdikdən sonra əl-qolunu sallayaraq çıxıb gedir. Qeyd edək ki, bu Qızıl Hacılı kəndində artıq 4-cü qarət hadisəsidir. 13 sentyabrda Ay Market qarət olunub. 27 sentyabr və 10 oktyabr tarixlərində isə fərdi yaşayış evləri hədəf alınıb. Dünən 21 oktyabrda isə yenə bir ev qarət edilib. Hadisələrlə əlaqədar saxlanılan şəxslərin olub-olmadığı məlum deyil.